Qara müəllim bugün sizə Rüdəkaran kəndində Baba bulağında qazlardan, ördəklərdən danışacaq. Bir də Quintilop at çəkmirəm ki, reklamın olmasın. Burada səhkimi maluklar da oludur. Maluk bu qazların yemi kimi maluk balıqlar da oludur. Güzel. O boğazın altında şişkası olan, sakkalı olan erkekdi. Erkeğindendir görsən. Qoy bir yemək gəlsin, sənin də payın gələr inşallah. Allah Teala sənin də ruzuyu yetirər. Bilən baxırsan elə. Ay gözəllik. Ay Allah. Həyatda sakitçilikdən gözəl heç nə yoxdur. Yaradıcı insanlar bunu bilir də. Sakitçilikdən gözəl bir şey yoxdur. Amma Hugo demişkən bu sakitçiliyin necə, tənhalığın necə gözəl olduğunu söyləməyə bir insanın varlığının olduğunu biləndə, yəni daha mürəkkəb qəliz danışmayacağım. Yəni biləndə ki, insanlar var, sivilizasiya var. Bura istəyir lap cənnətin orta göbəyi olsun. Allah eləməmiş. Bilsən ki, sivilizasiya yoxdur, insanlar yoxdur, sən təksən, heç dadı, ləzzəti olmaz, bədbaxtçılıq olar. Bura ona görə gözəldir ki, istənilən getdiyin dağ, dərə, meşə, zirvə, sən bilirsən ki, insanlar var hardasa, əzizlərin var, sevdiyin var, atan-anan var, ailən var, övladların var. Ona görə gözəldir. Yox, əgər mütləq təkliyə qalsa, mütləq tək yalnız Allahdır. Ona yalnız Allah dözə bilər. Mütləq tək insanlar üçün deyil.